Xoş gördük hamını. Deməli, mən həmişə lal ördək pişirirdim. Dedim, bu dəfə bir dənə çığırğan ördəyə baxım. Görüm onun dadı necədir. Əvvəlcə ördəyi o tərəf bu tərəf isti qızğın tavada çevirdim o tərəf bu tərəf. Sonra ağzını örtdüm, özü su verdi. Düzdür, deyirlər ki, ördəyi heç vaxt su tökməyin, eləməyin, boş sözdür. Mən həmişə ördəyə bir damcı da olsa sonradan su əlavə edirəm, çünki onda yaxşı pişmir. Bax, burada belə azca da su əlavə elədim, qaynayır. Soğanı ayrı qovurdum, yığdım təzədən bir dəfə də qovururam. Ördəyin iyi gəlmir. Yəni dediyim odur ki, qaynadıq deyə bilərsiniz. Mən mühürlədim, ondan sonra azca su əlavə elədim. İndi bunu təzədən tavanı dəyişirəm, qazanım. Burada qəşəng soğanla əti qovururam. Əslində ördək yağlı olur deyəm, çox yağ əlavə eləmirlər. Mən burada özüm inək yağı əlavə elədim. Çünki lal ördək çığırğandan daha çox yağlı olur. Düzdür, bunun dərisini bura vurmaram. Dərini bura vuranda daha çox yağ verir. Dərisini belə ayırdım. Bir azca da qarısını ətindən götürdüm. Bunu dolma eləyəcəm. Dəri orada olsaydı daha çox yağ verərdi. Sadəcə mən də ördək dolması xoşlayıram deyə belə biraz götürdüm. İçərisinə bulgur əlavə edib dolma bişirəcəm. Bu dəfə daha fərqli. Burada kartoflar hazırdır. Belə yesək daha dadlı olar. Amma mən yenə də kartof düzüb birazca da öz yağlı suyla əlavə edirəm. Ördək ətinin çolpanı iyi gəlməməsi üçün onu yaxşı qızartmaq lazımdır və qovurmaq. Onda onların özünə məxsus iyi gəlmir. Burada duzunu əlavə edirəm, sarı kökünü, azca da qarı istəyir. Əslində belə yemək daha dadlıdır. Mən amma düzünün yağını biraz əlavə edirəm. Belə. Və sağ. Burada da kartofunu düzürəm. Əslində ilə soğanla qovurulanda artıq o pişmişdi. Sadəcə özüm bilirəm ki, biraz artımlı olsun. Öz yağlı suyunu da əlavə elədim. Getdi pişməyə. Burada da 2-3 tükəsini özüm üçün qızartdım. Çox qəşəng pişirdim, baxın. Ləzzətli. İstər o yüz bu yüz mühürlüyüb üzərinə su əlavə eləyin. İstəyirsiniz qaynadın, qızardın. İstəyirsiniz belə kartofla bişirin. İstəyirsiniz dolmasını eləyin. Ördək hər cür gözəldir, dadlıdır, ləzzətlidir. Getdim yeməyə. Göz haqqınızı halal eləyin. Amma mütləq alın pişirin. Çox xeyirlidir ördək əti və dadlıdır. Hətta bunu biraz pöhrədib qızardanda da çox gözəl yeməli olur. Duxovkada, sobada da çox qəşəng olur. Kürədə də, bir sözlə hər bir yerdə ördəyin öz ləzzəti var.